Salam, mən uzman doktor Cavid Xəlilov, ortopedi və travmatoloji uzmanıyam. Bugün sizə protez infeksiyası nədir, necə yaranır və necə önünü almaq lazımdır, profilaktik tədbirlər nələrdir, onlar haqqında bilgi verəcəm. Protez infeksiyaları mikrobların protez ətrafında çoxalmasıdır və bu ən çox diz və bu çanaq endoprotezləşmə əməliyyatından sonra görülür. Protez infeksiyalarında necə yoluxa bilər xəstə? Əməliyyat zamanı əməliyyat bölgəsinə mikrobların birbaşa təsiri sidiklərdən və sidik yollarından, diş dibindən və digər yerlərdən yoluxma, qan yolu ilə ora protez infeksiyaları yoluxması baş verir. Xəstədə əlamətləri nədir? Xəstədə infeksiya olmuş, yəni infeksiya qapmış bir protezin ətrafında qızartı, şişlik, temperaturun artması, ümumi bədən temperaturunun artması olur. Hətta yaradan irin gəlməsi artıq protez infeksiyası əlamətləridir. Protez infeksiyaları bu protezin artıq sərtləşməsi də baş verə bilər, hərəkət məhdudiyyəti yaranır və ağrılar olur protezdə. Bunlardan necə qorunmaq olar? Protez infeksiyaları təhlükəlidirmi? Bəli, çox təhlükəlidir. Hətta insanın həyatı təhlükəsi belə vardır. Və bu protez infeksiyaların həyat keyfiyyətini tamamilə düşürür. Nə etmək lazımdır? Protez infeksiyası olmuş xəstənin protezi yara yeri açılmalı, təmizlənməli, yaradan əkilmə götürməlidir və o əkilmənin nəticəsinə görə antibioterapiya olunmalıdır, yara yuyulmalıdır. Gecikmiş infeksiyalarda protez çıxardılır. İnfeksiyon tədavisi müalicələrindən sonra təkrari revizyon protez dediyimiz protez əməliyyatı icra olunur. Protez əməliyyatlarının infeksiyalarına necə profilaktikasını aparmaq olar? Bir, öz təcrübəmizdə də bunu eləyirik. Xəstədən əməliyyat öncəsi protez infeksiyon parametrləri göndəririk və sidiyin əkilməsi, burundan əkilmə və diş dibinin müayinəsini göndəririk xəstələrimizi. Hər hansı bir şey alında onu ilk öncə onların müalicəsi alınır, daha sonra əməliyyat icra olunur. Əməliyyat sonrası yara yeri təmiz saxlanılmalıdır. Bu infeksiyalar baş verdikdə mütləq şəkildə həkiminizə müraciət edin.